Ruslar niyə Rus adlanır? Bu ad hardan gəlib? Onların bugün istifadə etdikləri Rus kimliyi necə yaranıb? Tarixə baxanda görürük ki, bu söz sadəcə etronim deyil. 100 illər boyunca müxtəlif xalqların, tayfaların və dövlətlərin qarşılıqlı təsirinin nəticəsidir. Gəlin görək tarix bu barədə nə deyir. Bugünə olan ən məşhur nəzəriyyə budur ki, Rus sözünün kökü Skandinav sözündəndir. Bu nəzəriyyə keçmiş illərin povestləri yazısına əsaslanır. Rus adlı dövlətin necə yaranması haqqında görün Nestor nə yazıb. Varyakları dənizə qovdular. Onlara vergi ödəmədilər. Özləri sahibi olmaq istədilər. Çox şey əldə etdilər, tək düzgünlük və doğrudan, haqq ədalətdən başqa. Sonra başladılar özləri ilə vuruşub müharibələr etməyə. Bundan cana doyanlar belə qərara gəldilər ki, gedib özlərini ədalətli, hər şeyi doğru düzgün həll etməyə bacaran bir knyaz axtarıb tapsınlar. Beləliklə dənizi aşaraq varyakların yanına üz tutdular. Slovenlər Rus varyaklarını görər-görməz yüksək səslə söyləməyə başladılar. Torpaqlarımız çox böyükdür, o nemətlidir, amma heç bir qayda qanun yoxdur. Gəlin bizim knyazlarımız olun və bizi idarə edin. Rus varyaklarından 3 qardaşı özlərinə knyaz seçdilər və o nəsildən olan digər Rus varyaklarını da öz torpaqlarına dəvət etdilər. Böyük qardaş Rurikh Novgorodda, o biri qardaş Sneus Belozerdə, üçüncü qardaş Trover isə İzborskda knyazlıq etməyə başladı. El o zamandan da bu torpaqlar Rus torpaqları adlanmağa başladı. Nestorun bu yazdıqlarına belə nəticəyə gəlmək olur ki, Rus vaxtı ilə yerli əhali tərəfindən bu torpaqlarda qayda qanun yaratmaq və haqq ədalətlə onları idarə etmək üçün dəvət edilən Skandinav tayfasının adıdır. Bəs Rus sözünün mənası nədir? Keçmiş zamanlardan ta indiyədək Finlər öz qonşuları olan İsveçləri Roç adlandırırlar. Bu söz qədim Skandinav dilində dənizçi, avar çəkən mənasındadır və üzmək, avar çəkmək sözündəndir. Digər bir versiya ondan ibarətdir ki, Rus sözü İran sözüdür. Məşhur alim, mütəfəkkir, ictimai xadim olmuş Vladimir Ivanoviç Svernadski hesab etmişdi ki, Rus sözü İran sözü olan Roks və ya Roks sözündən yaranıb ki, bu da tərcümədə bəyaz, açıq rəngli, ağ deməkdir. Qədim Slavyanlar uzun müddət skiflər, sarmatlar və alanlarla yaxın qonşu olmuşlar. Söz yox ki, qara saçlı, qara gözlü, qara buğdayı dərili bu tayfalar bəyaz saçlarına, ağ dərilərinə və açıq rəngli gözlərinə görə şimal qonşularını belə adlandıra bilərdilər. Belə ki, Rusları xarici görünüşlərinə görə də belə adlandıra bilərdilər. 9-cu 10-cu əsrlərdə yaşamış ərəb səyyah Əl-Məsudi öz qeydlərində yazmışdır ki, şimal ərazisində yaşayan bəzi tayfaları Bizanslılar Rusiya adlandırırlar. Bu da qırmızı, kürən mənasındadır. Əl-Məsudinin həmkarı olan İbn Fədlan Rusiya adlandırılanları şəxsən görmüşdü və onların inanılmaz dərəcədə qırmızı dərili olduğunu xüsusi olaraq qeyd etmişdi. Rusiya adlandırılanların indiyədək məlum olmayan səbəblərdən həmişə qıpqırmızı, sanki günəşdən yanmış sifət və burunları olurdu. Belə bir nəzəriyyə də mövcuddur ki, Rus sözü elə Rusların öz sözüdür. 15-16-cı əsrlərdə yaşamış Avstriya baronu, tarixçi və yazıcı Zsigmund von Gerberstein belə hesab edirdi ki, Rus öz adını Böyük Novgorod şəhəri yaxınlığında yerləşən çox qədim bir tarixə malik olan Rus şəhərinin adından götürüb. Qədim Rus torpaqlarında Rus dövlətinin yaranma tarixi ilə maraqlanan Vasili Nikiç Tatishev də Avstriyalı baronu fikirləri ilə razılaşıb. Yuxarıda göstərilən versiyalardan əlavə, digər versiyalar da vardır ki, bunlardan biri Slovak lingvisti və etnoqrafı Pavel Şafarikin versiyasıdır. Şafarika görə qədim Slavyan dilində çaya Rusa deyərmişlər. Buradan da indiki Ruslu və Rusalka sözləri yaranmışdı. Çay adı ilə bağlı ikinci bir versiya da vardır ki, bu da Kiyev şəhərinin cənubundan axan Dnepr çayının sağ qolu olan Rus çayının adı ilə bağlıdır. Rus dedikdə həmin an adamın gözü qarşısında vodka, alalayka və ayı canlanır. Bəzi tədqiqatçı alimlər isə Rus sözünün Qərbi Avropa sözü olan Rus sözündə yarandığını söyləyirlər. Mənası da ay deməkdir. Hərflərin yer dəyişməsini isə Yunanca Marmaros sözünün Rusca dəyişdirilərək mramor, yəni mərmər sözü formasına salınması kimi izah edirlər. Rus sözünün mənşəyi və necə yaranması ilə bağlı bir neçə versiyaları nəzərdən keçirdik. İndi isə belə bir suala cavab tapmağa çalışacağıq. Bəs nə üçün almanlar, fransızlar, ingilislər və digər millətlər Rus dilində ism hesab edilir, amma ruslar isə sifət? Bəziləri bunu ruslar məxsusi bir xalqdır, heç kəsə oxşamırlar və bu səbəbdən də xüsusi bir ada layiq olduğu kimi izah edirlər. Xatırlatmaq lazımdır ki, belə hallar digər dillərdə də olmuşdur. Məsələn, Avropa dillərində bütün millətlər sifət kimi ifadə olunur. Məsələn, German, Fransız. Bəzi tədqiqatçıların fikrincə Rus milliyyət deyil,
bu ərazidə yaşayan bir çox tayfaların ümumi adıdır. Ola bilər ki, belədir. Qeyd edək ki, rus dilində sifətlər ismə çevrilmə xüsusiyyətinə malikdirlər. Məsələn, uçyonnik, stalovaya və digər sözlər.